Bütün həyatımız münasibətlərlə qurulub. Bizim hər şeylə əlaqəmiz var. Sizin hətta hal-hazırda mənim səsimlə, mənim düşüncələrimlə də əlaqəniz var. Sizin əşyalar, yemək, hava, nəqliyyat və insanlarla mövcud münasibətiniz özünüzlə olan əlaqəni əks elətdirir. Özünüzlə əlaqənizə uşaq olarkən böyüklərin sizə olan münasibəti də öz təsirini göstərir. Böyüklərin bir zamanlar sizə qarşı davranışları indi bizim özümüzə qarşı olan müsbət və mənfi davranışlarımıza bənzəyir. Özünüzü danlayanda istifadə etdiyiniz sözləri bir anlıq yadınıza salın. Onlar valideynlərinizin sizi danlayanda istifadə etdiyi sözlərlə eynidir. Onlar sizi tərifləyəndə hansı sözlərdən istifadə edirdilər? Mən əminəm ki, siz də özünüzü tərifləyəndə məsələ həmin sözlərdən istifadə edirsiniz. Ola bilsin ki, onlar sizi heç vaxt tərifləməyiblər. Buna görə də siz özünüzü necə tərifləyəcəyinizi bilmirsiniz və tərifə layiq heç bir cəhətinizin olmadığını düşünürsünüz. Valideynlərimizi günahlandırmıram. Çünki biz hamımız qurbanların qurbanıyıq. Onlar bilmədiklərini sizə öyrədə bilməzdilər. Bizim hər bir münasibətimiz valideynlərimizdən biri ilə olan münasibətimizi əks elətdirir. Valideynlərimizlə uşaqlıqdakı münasibətimizə aydınlıq gətirməsək, sonrakı münasibətləri istədiyimiz kimi qura bilmirik. Münasibətlər bizi əks elətdirən bir güzgüdür. Bizi cəlb edən şeylər həmişə ya bizdə olan keyfiyyətləri, ya da münasibətlərimizlə bağlı inamımızı ifadə edir. Bu qayda rəhbər, həmkar, işçi, dost, sevgili, həyat yoldaşı və ya övladla olan münasibətlərimizin hər birinə aiddir. Bu insanlarda xoşlamadıqlarınız, elədikləriniz, eləməkdən çəkindikləriniz yaxud da inandığınız şeylərdir. Əgər o insanların həyat tərzi sizin dəyərlərinizə uyğun olmasaydı, bu insanları cəlb eləyə və yanınızda saxlaya bilməzdiniz. Bir anlıq həyatınızda sizi narahat edən şəxsə nəzər salın. Bu şəxsdə xoşlamadığınız və dəyişməyini istədiyiniz 3 xüsusiyyəti sadalayın. İndi daxili aləminizə nəzər salın və soruşun. Bu davranışlar məni hansı məqamda narahat edir və mən nə vaxt onun kimi davranıram? Gözlərinizi bağlayın və bu sual barədə düşünmək üçün özünüzə vaxt verin. Sonra öz-özünüzə bu sualla müraciət edin. Dəyişmək istəyirəmmi? Əgər düşüncənizdən və davranışınızdan bəyənmədiyiniz bir vərdişləri çıxarsanız, digər şəxs ya dəyişəcək, ya da sizin həyatınızdan çıxacaq. Əgər daim tənqid edən və narazı rəhbəriniz varsa, özünüzə nəzər salın. Ola bilsin ki, siz də bəzi anlarda onun kimi davranırsınız və ya bütün rəhbərlər tənqid edirlər, onları razı salmaq çətindir fikrinə inanırsınız. Əgər sizin qaydalara tabe olmayan və ya işini yerinə yetirməyən işçiniz varsa, hansı məqamda bu cür davrandığınıza diqqət yetirin və bu cəhətinizi düzəldin. Kimisə işdən qovmaq çox asandır. Bu sizin üslubunuzu dəyişməyəcək. Əgər sizin əməkdaşlıq eləmək və komandanın üzvü olmaq istəməyən həmkarınız varsa, buna nəyin səbəb olduğunu müəyyən eləyin. Ünsiyyət qurarkən rastlaşdığınız çətinliklərinizi müəyyənləşdirin. Əgər güvənmədiyiniz dostunuz varsa, özünüzə nəzər salın. Həyatınızda nə zaman etibarsızlıq eləmisiniz və ya digərlərini pis vəziyyətdə qoymusunuz? Bu sizin inamınızdır. Əgər sizin öz sevgisini göstərməyən laqeyd sevgiliniz varsa, bəlkə də sizdə uşaqlıqdan valideynlərinizə baxıb formalaşdırdığınız sevgi mənasızdır, onu göstərmək lazım deyil, inamı var. Əgər sizə dəstək olmayan deyingən həyat yoldaşınız varsa, yenidən uşaqlıq inamınıza diqqət yetirin. Sizin öz həyat yoldaşına dəstək olmayan deyingən valideyniniz olubmu? Siz də onlar kimi davranırsınızmı? Əgər övladınızın sizi qəzəbləndirən vərdişləri varsa, əmin olun ki, bu vərdişlər sizin özünüzdə də var. Uşaqlar əhatəsində olduqları böyükləri təqlid eləməklə öyrənirlər. Bu vərdişləri özünüzdə dəyişin. Onda uşaqların da qeyri-iradi olaraq dəyişdiklərini görəcəksiniz. Başqalarını dəyişməyin yeganə yolu özümüzü dəyişdirməkdir. Özünüzü dəyişdirsəniz, onların da dəyişdiyini görəcəksiniz. Günahkar axtarmağın mənası yoxdur. Kimisə günahlandırmaq insanın gücünü azaldır. Gücünüzü qoruyun. Gücümüz olmadan dəyişiklik eləyə bilmərik. Köməksiz qurban vəziyyətdən çıxış yolu tapa bilməz. Sevgini necə cəlb eləyək?
Sevgi onu axtarmadığımız, gözləmədiyimiz bir anda qəlbimizin qapısını döyür. Sevgi axtarışı yanlış insanları qarşımıza çıxarır. Bu isə yalnız bədbəxtliyə səbəb olur. Sevgi heç də bizdən uzaqda deyil, əksinə o bizim qəlbimizdədir. Sevgi ilə dərhal qarşılaşmağa israr eləməyin. Ya hələ buna hazır deyilsiniz, ya da istədiyiniz sevgini əldə etmək məqamı yetişməyib. Həyatımda kimsə olsun deyə heç kimi həyatınıza daxil eləməyin. Standartlarınızı müəyyən edin. Necə sevgi istəyirsiniz? Özünüzdə bir keyfiyyət siyahısı hazırlayın. O zaman məhz bu keyfiyyətləri olan insanı tapacaqsınız. Sevginizi sizdən uzaqlaşdıran səbəbi yoxlayın. Bu özünü tənqidlə, özünü dəyərsiz hiss eləməklə, mənasız standartlarla, kino ulduzlarına bənzəyən insanı axtarmaqla, intim əlaqədən qorxmaqla, sevilməyə layiq olmadığınızı düşünməklə bağlı ola bilərmi? Sevgi qəlbinizin qapısını döyəndə onu qarşılamağa hazır olun. Sevgiyə yer ayırın, onun qayğısına qalın. Sevgi ilə dolu olun ki, seviləsiz. Sevgiyə açıq və həssas olun. İndi təkrarlayın. Yaşadığım bu sonsuz həyatda hər şey əla, tamamlanmış və mükəmməldir. Mənim tanıdığım hər kəslə səmimi və balanslaşdırılmış əlaqəm var. Varlığımın tam dərinliyində sonsuz sevgi var. Artıq bu sevgini üzə çıxarmağa razıyam. Bu sevgi mənim bütün ürəyimi, bədənimi, ağlımı, şuurumu, varlığımı əhatə eləyir. O mənim daxilimdən çıxıb hər yana yayılır və yenidən daha da artaraq özümə qayıdır. Nə qədər çox sevgi verirəmsə, o qədər də çox sevgi verməli oluram. Sevgim sonsuzdur. Sevgi ilə dolu olanda, hər şey sevgi ilə yanaşanda özümü çox yaxşı hiss eləyirəm. O sevincimin ifadəsidir. Mən özümü sevirəm. Buna görə də bədənimin qayğısına sevə-sevə qalıram. Bədənimi sevərək gözəl yeməklər və içkilər qəbul eləyirəm. Onun qulluğunda dururam, geyindirirəm. Nəticədə bədənim mənə sağlam və enerji dolu cavab verir. Mən özümü sevirəm. Buna görə də özüm üçün bütün ehtiyaclarımı ödəyən və içində yaşamaqdan zövq alacağım rahat bir ev qururam. Otaqlar sevgi ilə doludur. Özüm də daxil olmaqla otağa girən hər kəs bu sevgini hiss eləyir və onunla qidalanır. Mən özümü sevirəm. Buna görə də həzz aldığım, bütün yaradıcı bacarıq və qabiliyyətlərimdən istifadə elədiyim, sevdiyim və məni sevən yaxşı insanlar üçün və onlarla birgə yaxşı pul qazandığım bir yerdə işləyirəm. Mən özümü sevirəm. Buna görə də bütün insanlar haqqında sevgi ilə düşünürəm. Onlarla sevgi ilə rəftar eləyirəm. Çünki bilirəm ki, göstərdiyim münasibət daha da artaraq özümə qayıdır. Mən özümü sevirəm. Buna görə də keçmişi və keçmişdə baş verən bütün hadisələri bağışlayıram və beynimdən tamamilə silirəm. Nəticədə isə azad oluram. Mən özümü sevirəm. Buna görə də tamamilə indiki zamanda yaşayıram. Həyatımın hər dəqiqəsini yaxşı yaşayıram. Bilirəm ki, gələcəyim parlaq, şən və təhlükəsiz olacaq. Çünki mən Allahın sevimli bəndəsiyəm və kainat həm indi, həm də ömürlük sevgi ilə mənim qayğıma qalacaq.
Mənim dünyamda hər şey gözəldir.